İstifadə əslində qəşəng tanış olmaq olar kəşəz internetlə. Qadınlar internetə girməyə pisdir. Çünki orada əxlaqsız şeylər var. Bizim milləti müsəlmançılıq nəzərə alsaz yaxşıdır. Ну, я считаю, это положительно. Во-первых, женщина может и больше информации знать, и все это лучше, чем пойти куда-то в библиотеку. Сейчас это уже не актуально. Yaxşı şeylər nə ola bilər orada? Yaxşı şeylər elmi cəhətdən elmi kitablarımız var da. Bizim internetsizləri elmi kitablarımız var. Müasir həyatda bəlkə də. Müasir gənclər istifadə eləməlidir, mənə elə gəlir, mütləq. Onlar genişləndirməlidirlər də, Avropaya çıxışdır. Hələ deməli ki, Avropa bizə sayaq gəlsin, biz Avropaya getməyək. O da əgər qadınların o dokunması Avropaya sayaq getməkdir. Pis şeylər olduğuna görə girməməlidir. Так, в общем-таки, положительно. Ничего против не имею. İnternetdə çünki bəzi şeylər var, qadına aid olmayan şeylər. Qadın kişilə fərq var, bərabər hüquqlu insanlar da. Girməməlidir. İnternetə girib pis şeylər var da internetdə eşitdiyimizə görə. Ona görə də istəmirəm. Baxır internetdə hansı qadınlar hansı şeylə maraqlanır internetdə. İnternetə qadın internetə girər, o kişilər girsin internetə. İnternetə nə demək, mən bilmirəm, başa düşmürəm, mənə başa sağır.